Qayıbov İsmət İsmayıloğlu 8 oktyabr 1992-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Onun valideynləri, atası İsmail və anası Firuzə Respublikanın əməkdar müəllimi olub. Orta təhsilini Gəncə şəhərindəki bir saylı orta məktəbdə alan gələcək prokuror 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1963-cü ildə əmək fəaliyyətinə başlamış. 1965-ci ildən Sovet İttifaqı Komünist Partiyasının üzvü olmuş, 1969-cu ildə Əlibayramlı şəhər, indiki Şirvan şəhər Komsomol Komitəsinin birinci katibi seçilmişdir. 1971-ci ilin mart ayında Azərbaycan SSR prokurorluq orqanlarına qəbul olmuş, 26 Bakı Komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. 1975-ci ilin iyun ayında Bakı şəhər prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur. 1976-cı ilin fevral ayında isə Bakı şəhər prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əlibayramlı şəhərinin prokuroru, 1987-ci, 1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır. İsmət Qayıbov Leyla adlı bir xanımla ailə həyatı qurur. Onların bu nikahdan 2 övladı olur. Qızları Firuzə, oğlu isə İsmail Qayıbov. Maraqlı məqamlardan biri də onların övladlarına qoyduğu adların ata-analarının adları ilə bağlıdır. Onu əbədiləşdirən xüsusiyyətlərdən biri də müstəqil Azərbaycanın ilk prokuroru olması məsələsidir. İsmət Qayıbov 1990-cı ilin avqustunda Azərbaycan baş prokuroru vəzifəsinə təyin edilir. Daha sonra isə müstəqillik əldə edən Azərbaycan Respublikasının ilk baş prokuroru olur. Ancaq o bu vəzifədə cəmi 1 il işləyə bilir. Vəzifəyə gəldiyi ilk gündən Azərbaycanın mənafeyini hər yerdə, hər şeydən üstün tutan baş prokuror erməni məsələsində də kifayət qədər ciddi idi. Bu səbəbdən də düşmən ona qara siyahıya salmışdı. Qısaca da olsa yaxın keçmişimizə 20 noyabr 1991-ci ilə qayıdaq. Həmin gün Respublikamızı acı bir xəbər sarsıtdı. Hərbi vertolyot qəzaya uğrayıb. Şəxsi heyətin və sərnişinlərin hamısı dövlət katibi Tofiq İsmailov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Əsədov, baş nazirin müavini Hacıyev, deputatlar Məmmədov, Cəfərov, nazir müavini Namazəliyev, prezident aparatında şöbə müdiri Mirzəyev, dövlət katibinin köməkçisi Məmmədov, telejurnalist Mustafayev, operator Şahbazov, İşıqçı Hüseynzadə, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Blavski, generallar Jinkin və Kovalyov, Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi İvanov, Rusiya və Qazaxıstan müşahidəçiləri Lukaşov, Kaçırov, Serikov və heyət üzvləri Kotov, Domov, Yarovinka həlak olublar. Hamı eşitdiyi acı xəbərin sarsıdıcı təsiri altında olduğu bir vaxtda hər kəsin əsəblərini biraz da gərginləşdirən daha bir xəbər. Hərbi vertolyot dumanda dağa dəyib. Halbuki qəza baş verən yerdə nə dağ var, nə də qayalıq. Noyabrın 20-sində həmin ərazinin nə dağında, nə aranında duman çən olmayıb. Ağdam təyyarə vağzalının rəisi Məmmədov o vaxt müxbirlərlə söhbətində deyib. Noyabrın 20-sində 2 təyyarə qəbul etmişik. Deməli, havanın uçuş üçün əlverişsiz olması fikri tamamilə əsassızdır. Ağdamın Mərzilli kəndi Martuni rayonundakı Qarakənd kəndi ilə qonşuluqda yerləşir. Həmin gün 1 may kolxozunun çobanı Şəfa Babayev burada qoyun otarırmış. O qəzanın necə baş verdiyini görən bəlkə də yeganə şahiddir. Günorta üstü idi. Vertolyot Ağdamdan Martuni tərəfə uçurdu. Qəfildən güllə səsi eşitdim. İkinci güllədən sonra vertolyotun səsi dəyişdi. Az sonra isə dəhşətli gürültü qopdu. Ara sıra güllə atılırdı. Çox keçmədən göyə qalxan alov dilləri göründü. Axırıncı güllə səsindən az sonra hadisə yerinin lap yaxınlığında bir maşın peyda oldu. O yerlərə yaxşı bələdəm. Vertolyot partlayan yerdən Qarakəndə torpaq yol uzanır. Yük maşını həmin yolla sürətlə kəndə tərəf gedirdi. Hadisə olan yerdə nə hündür dağlar var, nə də sıldırım qayalar, adicə təpəlikdir. Daha bir cəhət, hadisə əvvəllər deyildiyi kimi 16:30-da deyil, günorta radələrində baş verib. Respublika Prokurorluğu xüsusi istintaq qrupunun rəyi belədir. Bir neçə gün idi ki, Martuni rayonunun Xocavənd kəndi erməni quldurları tərəfindən dağıdılmış, əhali kənddən qaçmağa məcbur olmuşdur.
Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmailov, dövlət müşaviri Əsədov, prezident aparatının şöbə müdiri Mirzəyev, jurnalist Mustafayev, deputatlar Məmmədov, Cəfərov və başqa rəsmi şəxslər də elə həmin gün, yəni noyabrın 20-sində Bakıdan Ağdama gəlib, qaçqınlarla görüşüb vəziyyətlə daha yaxından tanış olmaq məqsədi ilə Xocavəndə getməyə qərarı alıblar. Fövqəladə vəziyyət rayonunun komendantı Jinkin, vilayət prokuroru Plavski, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəisi Kavalyov, Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi İvanov elə bu məqsədlə Stepanakert-dən Ağdama gəliblər. Baş prokuror İsmət Qayıbov, nazir müavini Namaz Əliyev isə artıq bir neçə gün idi ki, Ağdamda idilər. Beləliklə, necə olub ki, bu qədər məsul adam eyni vaxtda, eyni vertolyotda olub? Respublikanın və fövqəladə vəziyyətin rayonun məsul işçiləri, Rusiyanın və Qazaxstanın müşahidəçilər qrupunun üzvləri Xocavəndə getmək, dağılmış, yandırılmış evləri öz gözləri ilə görmək, müvafiq tədbirlər müəyyənləşdirmək istəyirdilər. Ağdam rayonu icra hakimiyyətinin başçısı, hərbi vertolyotun partlaması səbəblərini təhdid edən dövlət komissiyasının üzvü Verdiyevin dediklərindən. Qəzadan təxminən yarım saat əvvəl bir yerdə idik. Operativ müşavirə keçirdik. İsmailov, Qaradağlı, Umudlu, Sırxavənd kəndlərinə də getmək istəyirdi. O, fövqəladə vəziyyət rayonunun komendantlığından regionda tezliklə qayda qanun yaradılmasını, vilayətin quldur dəstələrindən təmizlənməsini tələb edirdi. Respublika Prokurorluğu İstintaq İdarəsi rəisinin müavini Ağayevin rəhbərlik etdiyi xüsusi istintaq qrupu artıq bəzi məsələləri aydınlaşdırmışdılar. Vertolyotda güllə yerlərinin olması şəksizdir deyə Ağayev məlumat verir. Hələlik istintaq gedir. Hər şey diqqətlə araşdırılır. Xəbər verildiyi kimi, hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının üstündə 12 tapanca olmuşdur. Qəzadan 2 gün sonra onlardan 4-ü tapılmışdır. Müşahidələrimizə aydınlıq gətirə biləcək daha bir məsələ budur ki, erməni quldurlarının vertolyota atəş açmaları birinci dəfə deyil. Hərbi vertolyota isə bəlkə də ilk hücumdur. Bəlkə də onlar hərbi vertolyotda kimlərin getdiyini bilirdilər. Araşdırmalı, aydınlaşdırılmalı çox məsələlər var. Yeri gəlmişkən deyək ki, qara qutunun hansı əllərdə olması hələ də naməlumdur. SSR xalq deputatı Galina Staravoytova həmişəki kimi yenə də uydurdu. Vertolyot ağaca toxunub. Ermənistan Daxili İşlər Naziri Aşot Manuçaryan isə necə deyərlər, kəndirini itirdi. Ona görə də qara qutu Moskvaya aparıldı. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən Rus hərbi qarnizonunun hərbi prokuroru polkovniki Lazukitin 248-ci maddə ilə uçuşun düzgün idarə olunmaması və insan tələfatı ilə cinayət işi açdı. Polkovnik Lazutkin ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror Lazutkin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardıma güya ermənilər gəlib. Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin qara qutusunu da ələ keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi. Belə bir məlumatda yaydı ki, qara qutu istidən və yanğından, partlayışdan sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki qara qutu Gəncədəki aviatəmiri zavodundakı aşkarlana bilərdi. Lakin prokuror Lazutkin öz yalanlarına davam edirdi. Onun əzilməsi və sıradan çıxması üçün 3800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunun Rusiyaya göndərdilər. Ancaq sözgedən qara qutudan indinin özündə də heç bir səs soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi vertolyotun vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir. Tarixin qaranlıq səhifələrində qərq olan bu hadisə ölkədə böyük narazılığa və böyük hiddətə səbəb oldu. Bu faciəyə baxmayaraq, Azərbaycan xalqı bu gün də İsmət Qayıbovu böyük ehtiramla xatırlayır. Mərhum prokurorun abidəsi Fəxri Xiyabanda yerləşir.